Hamınızı salamlayıram. Biz informatikanın təkrar dərslərinə başlayırıq. İlk dərsimiz informatika və onun əsas anlayışları olacaq. İstəyirsinizsə dərsimizə heç söz uzatmadan başlayaq. İnformatika informasiya proseslərinin informasiyanın yəni toplanılması, saxlanılması, ötürülməsi və emalı avtomatlaşdırılmasında istifadə olunan kompüter texnikası və vasitələri metodlarından bəhs edən tətbiq elm sahəsidir. İnformatikanın prosesləri dedikdə biz informasiyanın toplanılması, saxlanılması, ötürülməsi və emalını nəzərdə tuturuq ki, bunun sırayla əzbərləmək mütləqdir. Hansı ki, informasiyanı toplamaq, saxlanmaq, ötürülməsi və emalı. Bunlar haqqında danışmalı olsaq, mən informasiyanı sizə çatdırıram, siz isə informasiyanı qəbul edirsiniz, yəni toplamış olursunuz və siz onu yadınıza saxlayırsınızsa, saxlanmış olursunuz. Burada informasiyanın ötürülməsində ələm bariz nümunəsi özüməm ki, mən sizə informasiyanı bu dəqiqə sizə ötürürəm və siz ötürdüyüm informasiyanı qəbul edib, sonra ona aid olmuş tapşırıqları işləyə bilirsinizsə, siz artıq bu səfər informasiyanı emal etmiş olursunuz. İnformatika sözü informasiya və avtomatika sözlərinin birləşməsindən yaranıb. 1960-cı ildə fransız mütəxəssisləri tərəfindən elmə daxil edilmişdir. Deməli, informasiya sözü bəzən siz testlərdə verilən, bəzən də bilik kimi görə bilərsiniz, amma çox vaxt nəsə verilən olur. Onlar bir-birlə sıx bağlı olsalar da, amma aralarında cüzi fərqlər vardır ki, siz onu nəzərə almalısınız. İstəyirsinizsə o fərqlər haqqında biraz danışaq. Verilənlər texniki vasitələrlə saxlanılması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan məlumatdır. Yəni bu verilən bildiyimiz kompüterə ötürdüyümüz məlumatdır ki, hansı ki o kompüter onu 0 və 1-lərlə yadında saxlayırsa, bu zaman kompüterə biz informasiyanı verilən şəklində ötürmüş oluruq. Yəni bu verilən budur. İnformasiya verilənlərin faydalı məzmunudur. Deyə bilərik ki, əgər bizə çatan məlumat bizim üçün faydalı hesab olunursa, təbii ki, bu artıq informasiya adlanır. Bilik isə dərk olunma vasitəsilə alınan informasiyadır. Əgər bizə çatdırılan məlumat biz onu dərk ediriksə, ondan, yəni necə deyirlər, bilik elə informasiyadır ki, onun əsasında məntiqi mühakimələr yolu ilə müəyyən çıxarışlar və təkliflər alına bilər. Əgər biz bizə verilən məlumatla müəyyən bir vəziyyət haqqında qərar qəbul edə biliriksə, bu zaman bu bizim üçün alınan məlumat bilik hesab olunacaq. İndi isə gələk informatikada həmin bu bölmənin əsas məlumatlarından biri olan verilənlərin ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları vardır ki, bunlar tipinə görə 4 qrupa ayrılır. Hesabi, mətin, məntiqi tipli və göstərici tipli. İstəyirsinizsə indi bunlar haqqında hərəsinə aid bir nümunə göstərək. Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur. Hansı ki, gələk ki, biz alma alırıq. Biz onun haqqında verilən məlumat dedik ki, almanın kütləsi 4 kiloqramdır. Bu zaman biz hesabı verilənlərlə informasiyanı çatdırmış olacağıq. Mətn tipli verilənlərdə qiymət sözlə ifadə olunur. Necə deyək ki, biz kömür qara rəngdədir, belə deyək. Bu zaman kömürün rəngi nədir? Rəngi qaradır. Məsələn, bu zaman biz məlumat veririk ki, kömürün rəngi qaradır və bu zaman biz mətn tipli verilənlərdən istifadə edəcəyik. Digər ikisi nə danışmalı olsaq, məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur. Məsələn, 18 ədədinin tək ədəd olması doğru deyil. Biz bu zaman artıq məntiqimizi işə salırıq ki, təbii ki, doğru deyil. Çünki təklər mərtəbəsində duran 8 rəqəmi cüt ədəddir. Belə də biz elə bir qərara gəlirik ki, deməli doğru olması doğru deyil. Yəni bu fikir doğrudur. Yəni tək ədəd olması doğru deyil. Gələk informatikanın əsas tərkib hissələrinə: hardware, software və brainware. Hardware kompüterin aparat təminatıdır. Necə ki, buna elektron hesablama maşınları, yəni EHM-lər və onların quruluşu, tərkib hissələri, onlardan istifadə qaydalarını öyrənən bölməlidir. Necə ki, əgər biz kompüterimizə əlavə qurğu olaraq printer, plotter, skaner kimi qurğular qoşuruqsa, bir zaman biz aparat təminatını öyrənmiş oluruq. Software isə proqram təminatıdır. Bu bölmələr haqqında onsuz da iləridəki dərslərimizdə geniş danışacağıq. Hansı ki, software-yə biz misal gətirmiş olsaq, kompüterə yüklədiyimiz olduğumuz oyunlar, tətbiqi proqramlar dedik, yəni ki, ofis proqramları və bundan əlavə deyə bilər ki, antiviruslar kompüterin software, yəni proqram təminatını özündə birləşdirir. Ən son bölmə isə brainware olacaq. Brainware isə məsələnin kompüterdə həlli üçün lazım olan alqoritmlərin qurulması, onlardan istifadə qaydalarını öyrənən bir bölmədir. Necə ki, bu bölmədə biz proqramlaşdırma alətləri, proqramlaşdırma mühitləri və alqoritm haqqında müəyyən məlumatlar əldə edəcəyik. İnformasiya anlayışı müasir elmlərdə fundamental, informatika isə baza terminlərindən biridir. Necə ki, indi gələk
Buradakı xüsusi kodlarda verilən dəyişənlər analoq, diskret olan dəyişənlər ədəd qiymətlər çoxluğundan ibarət, informasiya isə rəqəmli, yəni rəqəmsal. Bunların fərqi odur ki, informasiya 2 yerə bölünür, analoq və burada qeyd olunduğu kimi analoq və rəqəmsal. Analoq kəsilmir, heç vaxt o informasiya kəsilmir, ancaq kompüterdən qəbul etdiyimiz informasiya rəqəmsal hesab olunur. Çünki əgər kompüterin biz power düyməsini sıxıb söndürsək, artıq kompüterdən alınan informasiya dayanacaq. Yəni buna görə rəqəmsal informasiya hesab olunacaq. İnformasiyanın bir neçə xassəsinə nəzər yetirsək, biz burada informasiyanın obyektivlik, adekvatlıq, etibarlılıq, tamlıq, aktuallıq və əlçatanlıq, əliyetərlik, aydınlıq. Əsas olaraq bunlar bizdən soruşulur dimin qəbul çərçivəsində. Obyektivlik də çox zaman qarşılaşmırıq, amma ən çox qarşılaşdıqlarımız adekvatlıqdır ki, əgər biz informasiya bizim üçün adekvat, yəni aldığımız informasiya bizə müəyyən bir vəziyyətdən qərar qəbul etməyə köməklik edirsə, bu zaman aldığımız informasiyanın xassəsi adekvat hesab olunacaq. Əgər aldığımız informasiya etibarlı mənbədəndirsə, bu zaman etibarlılıq xassəsi önəmli olacaq. Hansı ki, biz əgər informasiyanı Azərbaycan Respublikası Konstitusiyasından alırıqsa, bu zaman informasiya bizim üçün etibar hesab olunacaq. Əgər biz bir mənbəni oxuyuruq və ona aid olan testi yəni tamamilə düz yazırıqsa, bu zaman informasiyanı biz tam əldə etmiş oluruq ki, bizim oradan heç bir qaranlıq qalan məqam yoxdur. O bizə informasiya tam şəkildə çatdırılıb. Aktuallıq isə cari zamana uyğun olan informasiya hesab olunur. Məsələn, indi mən qaldığım vaxtda, videonu çəkdiyim vaxtda hava günəşlidir və mən deyirəm ki, hava günəşlidir. Ola bilər ki, məsələn 1 saat, 2 saatdan sonra yağış yağar. Yəni bu zaman indi hal-hazırda mənim çatdırdığım informasiya aktual hesab olunacaq. Belə deyək, əgər informasiya mənim üçün əlçatandırsa, məsələn bu hər hansı bir Azərbaycan Respublikası tərəfindən informasiya gizlənilibsə deyək ki, o mənim üçün artıq informasiya əlçatan deyil. Çünki o məxfi hesab olunur və heç kimlə bölüşdürülmür. Bundan haqqında məlumat verilib, biz onun haqqında danışdıq. Duyğu üzərimizə alınan informasiyanın 5 növü mövcuddur. Burada qeyd olunub. Vizual, dad, qoxu, audio, yəni səs, taktil, hissiyat, yəni toxunma. İnformasiyanın təqribən 90%-ni göz, 9%-ni qulaq, 1%-ni isə digər duyğu üzvlərimizlə biz qəbul etmiş oluruq. Vizual halda olan informasiya göz vasitəsilə qəbul edilir. Biz gördüyümüz, məsələn, görürük ki, eşdə yağış yağır və biz bunu gözümüzlə qəbul edirik. Görürük ki, yəni gözümüzlə görürük ki, eşdə yağış yağır. Və bunu biz qəbul edirik ki, həqiqətən də eşdə yağış yağır. Siz bunun indi başqa növ ola bilər. Məsələn, ola bilər ki, pəncərə örtülürlər, səslə də işlərsiniz. Bu zaman siz onu audioda ola bilər ki, məsələn, pəncərə açıq olar, torpağın qoxusu gələr yağış yağdığına görə. Bu zaman siz qoxu ilə də ala bilərsiniz. Məsələn, siz meyvə yeyirsiniz və görürsünüz ki, məsələn, limon yeyirsiniz. Görürsünüz ki, turşdur, dil vasitəsilə qəbul edirsiniz ki, o turşdur, yəni dad belə. Bir də görürsünüz ki, əlinizi atırsınız, gözünüz bağlıdır, siz əlinizi atırsınız kaktusa və əlinizə tikanları batır. Bu zaman siz informasiyanı taktil formasında qəbul etmiş olacaqsınız. Burada həmin informasiyanın danışıqlarımızın cədvəl forması mövcuddur. Yəni siz burada informasiyanın, yəni hamısı burada verilib də. Əsas olaraq informasiyanın növlərinə də gəldikdə, burada danışaq məntiqi, ədədi, mətin, audio, qrafiki, video, multimedia. Multimedia çox vaxt soruşulmur, yəni heç bunu yadda saxlamağa da gərək yoxdur. Məntiq haqqında danışdıq, ədəd haqqında danışdıq. Mətn bildiyiniz kimi, məsələn, siz Azərbaycan dilindən mətn oxuyursunuz və o mətndən informasiya əldə edirsinizsə, bu zaman siz informasiyanı mətn formatında listening edirsiniz, audio formatında şəkil, məsələn, 9-cu siniflər üçün bu il tətbiq olunacaq 3 şəkildən siz özünüz cümlə qurursunuzsa, bu zaman siz informasiyanı qrafiki formada və yaxud da siz film baxırsınız, filmdən yeni şeylər öyrənirsinizsə, video formada. Multimedia odur ki, yəni ki, həm video, həm audio ikisi bir yerdə. Yəni ki, bu multimedia hesab olunur. Yəni belə mövzu kimi bunu bilin. İnformasiya prosesləri haqqında biz ən başda rahat danışdıq. İnformasiyanın bu sıralamasıdır. Qəbul olunma sıralaması, informasiyanın mənbəyi, mən informasiyanın mənbəyiyəm. Kodlaşdırıcı qurğu haqqında, dekodlaşdırıcı qurğu haqqında biz rabitə kanalı haqqında eynilə. Rabitə kanalı haqqında indi də danışdıq olar. Amma bu ikisi haqqında irəli mövzularda danışacağıq. Burada olaraq informasiya mənbəyi, rabitə kanalı və informasiyanı qəbul edən haqqında indi isə danışaq. Mən informasiya mənbəyiyəm. İnformasiya mənbəyi olaraq mən sizə fikirlərimi çatdırıram. Burada rabitə kanalı isə mən bu videonu YouTube yüklədiyimə görə burada rabitə kanalı YouTube olacaq və informasiyanı qəbul edən isə sizlərsiniz. İndi gələk isə
biz 1.4 informasiya miqdarının ölçü vahidləri. Gələk. Deməli, informatikanın əsas ölçü vahidindən biri bitdir, binary digit, yəni yaradılmış görsü, yəni binaridəki B, digitdəki T. Bit i də hardan gəlib? Yəni ki, binaridəki bi. Elə. Yəni çox lazım deyil amma məlumat bizə. Şöyle bura. Aha. Deməli, burada kompüter istənilən məlumatın hamısını 0 və 1-lərlə yadında saxlayır. Yəni ikilik say sistemində. Yəni informasiya ikili say sistemində yaddaşda saxlanılır kompüterdə. Çünki əgər o 10-luq və yaxud 16-lıq say sistemində olsa, yəni kompüter çox yüklənər də. Amma 0 və 1 olsa, yəni yes və no elə yadda saxlayın. Deyil və yaxud da elədir. Yəni elə. Nəzərdə saxlasaz, məncə daha yadda qalan olacaq. Əsas olaraq bu qrafik, yəni informatikanın özəyi hesab olunur həqiqətən. Siz burada mən deyərəm ki, əsas olaraq, yəni bura qədər olan hissəni yadda saxlayın. Əsas olaraq buradır. Bunlar digər, yəni ki, magistratura, müəllimlər işə qəbulu, MİQ sertifikasiya səviyyəsində nəzərdə tutulur. Bizə əsas olaraq dediyim kimi terabayta qədər olan hissə lazımdır. 1 byte bərabərdir 8 bitə. 8 bitdir 1 byte. İndi bu zaman 1 byte dediyimiz yəni 8 bitdə 2/3 kimi nəzərdə tutulur. Yəni 2/3 bit. Ondan sonra isə siz artıq 1 byte, 1 kilobayt 2/10 byte'dır. Byte'a çevirsək 2/8 bitə vuracağıq. Yəni 2/3-ə olacaq 2/13 bit. Yəni belə yazıda saxlayın buranı. 2/10 artıra gedəcəyik. Necə ki, məsələn, belə deyək ki, burada yəni göstərim mən sizə istəyirsinizsə, məsələn 1 kilobayt bərabər 1 kilobayt haqqında danışdıq. Yox, 1 kilobayt 2/10 byte ətraf olaraq burada yazıram. 2/13 bitdir, bit. Demişdik ki, bytedan bitə keçən zaman biz 2/3-ə vurmalıyıq. Bunu bilək. İndi isə gələk megabayt haqqında danışaq. 1 megabayt 2/10-a vuracağıq. 2/10 kilobayt. Bir daha 2/10-a vuraqla biz onu bayta çevirəcəyik. 2/20 byte. Gələk bunu burada yazaq. 2/20 byte isə biz 2/3-ə vuraraq bitə çevirəcəyik. Bilirik ki, riyaziyyatdan əsaslar eynidirsə, bir-birinə vurarkən qüvvətləri cəmləmək bizə kifayət edir. Yəni 2/23 bitə gəlir. Bu megabayt olsa yenə 2/10-a vuracağıq və bu formada biz hesablamaları eləyəcəyik. Aşağıdakı misallardan daha ətraflı olaraq baxacağıq ki, məsələ 1. İndi bunun haqqında biz danışaq. Deyək ki, 2/3 kilobayt burada izahı var. Məsələn, mən yenə də sizə izah eləyəcəm. Deyək 2 kilobayt 52 byte minus 1100 byte plus 192 bit. Neçə kilobaytdır? Ən rahat forması biz bitə çevirək, sonra axırda isə 1024-ə bölək. Yaxşı, gələk. 2 kilobayt demişdik ki, biz bayta çevirmək üçün 2/10-a vuracağıq. Yəni 2/11. Bu da eləyir 2/11 neçə eləyir? 2048, yəni 1024 vurulsun 2. Üstə gəlsin buradakı 52 bit. Üstə gəlsin 52 bit. Bu da bitdi. Bunu 2048 də bitdi. Yəni bunu nəzərə alaq. Bu zaman yəni ikisi də bit olduğu üçün rahat cəmləyə bilərik. Bu eləyir 2100 byte. 2100 byte. İndi əsas olaraq gələk biz burada 192 biti bayta çevirməyə. Bit baytdan kiçik olduğu üçün biz bunu 8-ə böləcəyik. Yəni 192 bölünsün 8-ə bölərək biz neçə bayt olduğunu tapacağıq. Gələk bu eləyir 24 byte. Burada aldığımız ədədlərin hamısı byte formatındadır. 2100, hansı ki bu 2100-dən söhbət gedir. Yəni bu 2 kilobayt 52 baytdan. 2100-dən 1100-ünü çıxacağıq biz burada. Çünki burada çıxaq işarəti var və 1100 byte verilib. Baytda çıxanda alt-alta rahat riyazi şəkildə çıxacağıq və aldığımız 24 byte. Yəni 1000 üstə gələnsin 24 byte. Bu da bytedır.
Bu da eləyir 1024 byte. Demişdik ki, 1 kilobayt 210 byte-dır. Yəni 210 da 1024-dür. Yəni bu da bizə eləyir 1 kilobayt. 1 kilobayt. Zaten həqiqətən də 1 kilobayt olduğu bizə verilib. İndi gələk biz danışaq informasiyanın kodlaşdırması, kodlaşdırma standartları ASCII və Unicode. İndi danışaq, onun haqqında danışaq. Elə qədim zamanlardan informasiya bir yerdən digər yerə təhlükəsiz şəkildə daşınması üçün müxtəlif kodlaşdırma sistemlərindən istifadə olunmuşdur ki, bu nəticələr kod sistemini Braille əlifbası, Morse əlifbasını misal göstərmək olar. İnformatikada isə bunlara ASCII və Unicode. ASCII American Standard Code for Information Interchange, yəni ki, açılışı belədir. Bu 256 simvol ifadə edir və 256 da bilirik ki, 256 bitdi byte üzərində 2/8 byte. Yəni belə. Yəni ki, ASCII bu deyilib 256 simvollu kodlaşdırılmada 256 da bərabərdir 2/8-ə. Yəni biz burada deyə bilərik ki, aldığımız bir informasiya 8 bit, yəni 1 byte. Yəni belə deyək ki, ASCII-də verilən informasiyanın biri, bir simvol, ASCII-də olan bir simvol bizim kompüterimizdə 1 byte yer tutacaq. İndi gələk digərinə. Unicode, ASCII-də Unicode-un fərqləri var, indi biz onları deyəcəm. ASCII-də dediyimiz kimi ASCII-də 256 idi, amma Unicode-da bu səfər gördüyümüz kimi burada məsələn artıq yaddaş 2 qat olaraq artıq 2 qat deməkdir. Yəni ki, qüvvətə görə 2 qat. Yəni 8 isə burada bu səfər 16 olub. Yəni kvadrat 256-ın kvadratı qədər qalxıb. Yəni bu səfər burada simvolu deməkdir ki, bizdə 65536 simvol kodlaşdırıla bilər. 2 dəfə dediyimiz kimi artdığına görə Unicode-da verilən bir simvol bizdə artıq bu səfər 1 byte yox, 2 byte yer tutacaq. İndi əsas fərqlərinə gələk. ASCII-nin təbii ki, dezavantajları olsa da avantajı da var. Eyni ilə Unicode-unla. ASCII-nin dezavantajı odur ki, məsələn biz orada az simvollardan istifadə edə bilirik. Bildiyimiz standart ingilis əlifbası, rəqəmlər və simvollar olacaq. Məsələn, Azərbaycan əlifbası, Kiril əlifbası, Latin əlifbası deyək də yoxdur. Yəni orada ə hərfidir, ğ hərfidir. Unicode-da istifadə etmək olur, amma ASCII-də yox. Və ASCII-də avantajı odur ki, Unicode-a nəzərən yaddaşda az yer tutur. Unicode-da da isə tam tərsi olacaq. Avantajı odur ki, bütün simvollardan istifadə olunur. Demək olar ki, dünyada rəsmi olaraq tanınan bütün əlifbaların hamısı, rəqəmlər, simvollar burada var. Amma dezavantajı odur ki, yaddaşda çox yer tutur. İlk nümunəsi odur ki, burada olan simvol 1 byte-dır, amma burada 2 byte. Məlumatın yazılması üçün suala baxaq. Vaxtda bir suala baxaq. Deyir ki, məlumatın yazılması üçün hər səhifədə 25 sətr olmaqla 3 səhifədən istifadə olunmuşdur. Hər sətirdə 60 simvol varsa, həmin məlumatın həcmi nə qədərdir? Gələk biz burada həzmdən danışaq. Fizikal olacaq elə həzm burada da V-dir. Səhifə sayı vurulsun sətr, vurulsun sətr, sətr sayı vurulsun simvol sayı. Yəni S vuraq, S vuraq, S belə yazılsa saxlaya bilərsiniz 3S. 3S demək 3 dənə S. Yəni S vuraq. Yəni ekranda gördüyünüz kimi də yəni səhifə sayı, sətr sayı, simvol sayı. Belə yazılsa saxlayın, asan olacaq. İndi gələk hamısını vuracaq bir-birinə. 25 vurulsun 25 sətr 3 səhifə. 25 vurulsun 3 vurulsun simvol sayda 60. Yəni ki 4500. Yəni burada bizə deyilməyib ki, bir sərgəli yazım. Burada bizə deyilməyib. Yəni informasiya ASCII-dədir, Unicode-da. Ona görə biz standart olaraq ASCII-ni götürəcəyik. ASCII-də də bir simvol 1 byte nəzərə aldığına görə bu informasiyanın həcmi 4500 byte-dır. Byte. Gələk Unicode-a. Deyir ki, Unicode standartı yazmışıq. Unicode standartında yazıldığı üçün bizə Unicode olduğu verilib kitabda. Deyir ki, bir səhifədə 32 sətr, hər sətirdə 64 simvol var. Ümumi həcmi isə 80-də neçə səhifə var, biz onu soruşur. Bayaq dediyimiz kimi buraya bir dənə qeyd edeyim. V bərabərdir S vuraq, S vuraq, S. Belə yazı saxlanıb, biraz böyük yazdım. İndi isə gələk. Bizə 80 kilobayt olduğu verilib. Axırda biz, yəni ki, 80 bərabərdir. Burada byte-nə verilib, biz axırda 210-a vuracaq nəticəmizi. 80 kilobayt
vurulsun 2 üstü 10 bayta vuraraq artıq biz onu çevirdik. 2 üstü 10-a vuraraq biz bunu artıq çevirdik bayta. Sonra isə indi aşağıda 32 nədir? 2 üstü 5. 2 üstü 5-dir. Sətr 64. 2 üstü 6-dır. Vurulsun. Bizə bu səfər nəyi soruşur? Qeyd etdiyimiz kimi neçə səhifə var? X. Bunların cəmi bizə 11-i verəcək. Burada bir şey nəzərdən qaçırdım. Yəni bu kilobayt adını silməliyik. Gətirim yanına yazım. Vurulsun 2 üstü 10. Aha. Necə ki artıq 11, buranın cəmi 5, 6, 11 ixtisar getdi. Burada qaldı 2, burada da bundan getdi, qaldı 40. Amma cavab 20 gəlib. Niyə? Çünki biz burada Unicode standartı yazıldığını nəzərə almalıyıq. Aldığımız axırda nəticəni 20-yə böldük. Siz burada da 20, yəni burada bilərdik. Axırda da bölə bilərsiniz, yəni heç bir problem yoxdur. Buranı silin ki, qarşılıq olmasın. Sonra bərabərdir 20. İkinci nəticədə cavab 20 olacaq. Burada da verilib 20. Yəni ki, gələk bura. Deyək ki, buranı silək. Rahat olsun. Deyək ki, printer bir saniyədə 1 kilobayt informasiya çap edir. Əgər hər səhifədə 32 sətr, hər sətr 64 simvoldan ibarət olarsa, yəni 1 dəqiqədə neçə dənə simvol çap edəcək? Burada deyək ki, 1 saniyədə 1 kilobayt. İndi gələk. Yazacağıq ki, səhifənin sahibi bizə müəmmadır. S vurulsun. 32 vurulsun. 64 simvol. Bərabərdir 1 dəqiqə. Dəqiqəni saniyə çevirəcək. Çünki bu deyək bizə 1 saniyədə. 60 vurulsun 1024. Bu 2 üstü burada yazaq. S vurulsun 2 üstü 5 vur 2 üstü 6 bərabərdir 60 vurulsun 2 üstü 10. Bunlar getdi. Burada qaldı 2-nin özü. 2 ilə də 60 getdi. Qaldı 30. Bizim yeşil nəticəmiz 30. Yəni belə çox asandır, çox sadədir. Sadəcə əsas olaraq tuturu yada saxlayın ki, V həcm bərabərdir S vuraq S vuraq S. Belə. Necə də son məsələyə baxaq. Yenə buranı silirəm. Deyək ki, 64 simvolda əlifba ilə yazılmış mətn yaddaşda 72 bayt yer tutur. Mətn neçə simvoldan ibarətdir? İndi burada bizə deyək ki, 64 simvollu əlifbadır. 64 neçədir? 2 üstü 6. 2 üstü 6. 64 burada əgər bizdə simvollu sözünü görürsünüzsə, əgər sualda bizdən simvollu deyirsə, siz bunu belə göstərəsiniz 64-ü. Burada belə göstərəsiniz və buradakı 6-nı bit olaraq nəzərdə alasınız. Yəni belə olacaq. 6 bit vurulsun x bərabərdir 72 bayt yer tutduğuna görə 72. Yəni ki, belə olacaq. Amma burada 72 baytdır. Bunu nəzərə almaq lazımdır. Amma burada bitdir. İndi necə eləyəcəyik? Onu da göstərim sizə. 6 bit vurulsun x bərabərdir 72. Baytda demişdik 2 üstü 3 olduğuna görə 8-ə vururuq. Bundan bu burada ixtisar getdi. Qaldı 12. X bərabərdir 96. Yəni bu da belə olacaq. Dediyim kimi də kompüterdə informasiya doğru, yalan, yəni 0 və 1-lərlə kodlaşdırılır. Qrafik informasiyanın kodlaşdırılması da növbəti dərsimiz olacaq. Bu qədər.